Salam, kanalıma hoş gəlmisiniz. Bu mənim kanalımdakı ikinci vlogumdur və bu vlog dostumla görüşmə vlogudur və indi mən hazırlaşmalıyam və mən hazırlaşmaya birinci bakımdan başlayacağım. Arkonemi sürəcəm. Sizə arkonemi tövsiyə edirəm çünki çox gözəl nemləndirir ərini. Sırada belə bir mənim lip glossum var və sonra ən sevdiyim balini vuracağım. Yəni bunun içi çox gözəldir. Sizə tövsiyə edirəm bunu da. Məndəki qoxu budur. Və birinci vlogumda da göstərmişəm onu. Və sonra belə bir kirpik qatlayıcım var. Kirpiklərimi qatlayıb gəlirəm. Və mən hazıram. İndi isə çantamı hazırlayaq. Çantama mən nəm salfet qoyacağım. Sonra quru salfet. Telefon tutacağımı koyacağım ve mikrofonumu. Ve son olarak pul koyacağım. Ve ben hazırım. Geldiğim makinede devam edeceğim şeyler almadan. O hiç götürüyor kebaplıdır. Ve böyle bir içecekler aldık. Reklam da iyidir. Ve zehirli jelibon hakkında demek için böyle sakız aldık. Sonra yer tapırıq, şükür sattık. Şükür. Size aldığımız şeyler gösterdik. Hiç denememişik daha. Size gösterdiğim şeyleri. İndi göstereceğim şey ilk belə kebablı leysimiz var. Sonra isə bəli biz yeməmişik. Orada bir dostumuz var. Onu da yeməyib. Belə içəcəyimiz var. Bu içəcək bilmirəm necə içəcəkdir. Amma böyük ihtimalle Gürcistanın falan onu bilmirəm. Və jelibon akımını eləmək üçün sakız almışıq. Belədir. Səbəbi də ki budur ki, budur ki, hər bunların içində zərərli maddələr olduğuna görə biz almadıq. Yani. İndi denemeye keçirik. Çok maraqlıdır. Sımula elə ataq. Yani bizim güldüğümüzə fikir vermeyin. Şimdi sen götür. Sonra ise fikirlerimizi alacaq. Götür daha. Ben mi? Dostlar, mən 10 üzərindən buna 5 verirəm. Səbəbi də ki, çox duzsuz, çox yağsız. Belə yağ əslində üzürsən, yağ daha çoxdur. Belə bir yağ yeyirsən, dağlar biraz çox yağ gəlir. Tomatı biraz çox olsaydı əla olardı. Biraz duzsuzdur. Ona görə mən 10 üzərindən 5 verirəm. Hələ 5 də çoxdur. Mənim fikrimcə də ortak arkadaşımız demiş, çox duzsuzdur. Ədviyyatları çox az olub məncə. Həm də çox yağlıdır. Bir də kebablı sıxar idadır. İndi isə məndən fikrin alaq. Mənim fikrim budur ki, birinci fikrim mənim də belə idi. Bu qarğıdalı fikrim, bu kebabının sıxarıq kebablarına oxşaması mənim fikrim idi belə. Mən də bilmirəm onun birinci, amma nəysə, mənim puanım onda 6 falandır. Çünki mən o qədər çox duzlu şeylər sevirəm də. Yəni mən boya arada elimə dolu duz götürüb duz yeyən adamam mən. Hə. Nəysə mənim fikrim də budur. Çox qısa bir fikir. Çünki mən deyəcəm dedilər. Mən də bir şey demək istəyirdim ki, yadımdan çıxdı. Neyse. Əgər soruşsanız ki, bir də alaram, almaram. Qiymət də 10 üzərindən hardasa 5 verirəm. Dostlar, bir şey deyəcəm. Deyəcəksiniz ki, sən nə deyirlər? Sən nə deyirsən? Yox. Sən adı hə, buradakı dostun niyə dedəcək ki, niyə şeylədir, nə mənada? Ən birinci mən qalmağa şey demişdim deyəndə də biz də açdıq onu. Və mikrofon o birisi telefondaydı. Bunun telefondaydı bu arkadaşımın. Sonra fərqlədi. Sonra taxdıq bu arkadaşımın telefonuna. Ona görə də hə bu qədər belə oldu. Belə oldu ya. İndi isə içəcəklərimizi. Amma sən deyəndə adamın yadına düşür deyir də. Nəysə, indi isə içəcəklərimizi dənirik. Buyur. Tropikdir. Bu vlog məncə çox gülməli vlog oldu. Esmer edirik. Sakin. Kolum atın. Nazlı bir şey. Nə qədər toxadım. Gerçekten mi yani? Bunu indi başa düşdüm. Maşınların səsi sizə gələ bilər, üzr istəyirəm. Terbiyesizler. Şey, bize bayaqdan yalarlar ki. Bayaqdan yalarlar ki. Ben de çəkim, ben de fenomen olmak istiyorum. Yani size ASMR yapayım. Herkes de kopyacı mı oldu diyor. İndi isə çoxamda çox dəniyək. Sən açsın. Ay. Benimkini de açar mısınız? Ben dolmağı yasa bilmirəm. Bu sebeple demin ha. Kameraya olmaz. Ayda olmaz da kameraya. YouTube linçi yer. Ay bu da gidiyor Hasan evet. Patladılar közlerine tutma. Mesela yüzüncü ama buraları çok. Dur. Ne sabah çıkarım. Aman kim atıldı? Görmemişim kamera. Ben. Bas. Ay döktü ya. At memcini. İki attılar memcini attılar ya. Şükür. Sıvılar. Ona göre Haydi. Mən də özüm aslında gördüğünüz qədər gücüm var mənim. Qolum ağrımasına baxmayaraq. Mənim fikrim bu içecek barəsində. Məncə mükəmməldir. Yəni Fanta kimi dadır, amma Fanta'dan elə bir burada şey dadı gəlir, apelsin dadı gəlir. Apelsin nə deyə? Apelsindir bu. Üstə alınız şəkli var. Dostlar, mən də tadına baxmıyorum. Tad alamadım ya. Yaşayayım. Tadı çox deyil. Amma çox qazlıdır. Həddindən artıq qazlıdır. Yer olsam almarım çox. Mən qazı sevmirəm. Belə deyim, bu mənim dostlar gözləyin də. Hə, belə deyim, bu bildiyiniz ananaslı meyvə şirəsidir. Bu meyvə şirəsinin birazcık daha qazlısıdır və məncə bu qazlı deyil. Ya buna qaz demərəm mən çünki elə qazlı içəcəklər var ki, o qazlı içəcəklər yəni bu qazsız qalar. Məncə də. O qədər də qazlı deyil və bildiyiniz meyvə şirəsidir yəni. Tropik yəni multimeyvəli meyvə şirəsidir. O sırada Zeynep. Gereken şeyi aldık, yedirik. Göster. Yani bugün Kore değil dostlar. Kore'den almışlar her şeyi. Oturduğumuz yere gelmişiz. Slime eleme için.
Belə olduğunda qapağını örtüb biz gözləyirik. Sonra biraz qarışdırıb, sonra qapağını örtəcəyik və olacaq. Bəli. Biraz dava çıxmışdı deyə vlogumu çəkə bilmirdim. Aşırı bir şey davalar çıxış görərdiniz. Yəni seçməyə şey olmadı. Salda elədilər də yəni. Allah haqqı düzdür. Yeni 3 dənə davası. 3 saymadım bu arada. 3 Çünki dava 3 dava nə deməkdir? Qıldırma gəldik ora. Neyse qıldırmalıq, gedik. Mənim Qəbələ vlogum da bu arada. Ondan da böyük bir 200 üçün atacağam. Çünki Yəni vlogları çəkdikdən sonra o yəni kanal olanlar bilir. Vlogları çəkdikdən sonra hər o vlogu düzəltmək də var. Bütün videoları birləşdirmək var. Yəni çox uzun bir prosesdir. və dostlar bir şey açıqlamaq istəyirik. Bizim ikimizin admin olduğu kanal var. O kanala abunə olmayı unutmayın. Və bu video o kanala gələcək. Adını nə qoyacağımızı hələ fikirləşirik. Bəli. Dostlar yorumlara kanalımızın adını nə qoya bilərik? Yorumlarda yazın lütfən. Hələlik adını manifest qoyacağıq. Sadəcə bir manifest. Siz amma bizim videolarımıza yorum yazın və deyək. Yəni orada ən çox seçilən adları anket açacağıq. Ən çox seçilən adları oraya yazırıq və onlardan seçəcəksiniz. Bəli. Hansı adı daha çox gəlsə, o arada kanalımıza qoyarıq. Yazın. Bu qədər idi. Vlog bura qədər idi və sağ olun.